Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Milli TV-nin Günün Xəbəri proqramında sizlərlə Məlahət Səfərovadır. Sosial şəbəkələrdə metronun Memariyə Cəmi stansiyasının giriş hissəsində divar üçün nəzərdə tutulan mərmər örtüklərin döşəməyə vurulması barədə görüntülər yayılıb. Milli TV-nin məlumatına görə həmin örtüklərin səthinin sürüşkən olduğu üçün piyadalara təhlükə yaratdığı bildirilir. Məsələ ilə bağlı açıqlama verən Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, Memariyə Cəmi stansiyasına hazırda təmir bərpa işi aparılan keçidində qranitin döşənməsi sərnişin təhlükəsizliyi tələbləri nəzərə alınmaqla aparılır. Döşəmə örtüyünün açıq hava ilə təmas olan hissələri ehtiyat tədbiri kimi xüsusi qaydada cilalanır. Bildirilir ki, stansiyanın həmin çıxışı sərnişinlərin gediş-gəlişi üçün bağlıdır. Ümumiyyətlə, bütün təmir işləri sərnişin təhlükəsizliyi tələblərinə uyğun aparılır. Görülən tədbirlərdən savayı norma və qaydaların tələbinə uyğun təmir bərpa prosesinin son mərhələsində də digər texniki tədbirlər görüləcək. Xəbərləri Milli TV-də izləmədə qalın.